Bir iki kəlmə də mən Neymət müəllim haqqında demək istəyirəm. Neymət müəllim çox gözəl ifaçıdır, saz ustasıdır. Onun ifası çox yerlərdə böyük alqışlara səbəb olmuşdur. Ancaq kifayətdir onu demək ki, bu yaxınlarda Koreya Respublikasına səfərdə olmuş, Azərbaycan Respublikasının yeganə nümayəndəsi olub ki, orada çıxış edib, iştirak edib və dünyanın məşhur musiqiçisi və ifaçısı kimi şərəfli ada layiq görülmüşdür. Mən böyük fəxr sizinlə demək istəyirəm ki, bizim məktəbdə Neymət müəllim işləyir. O böyük bir sənətkar olmaqla yanaşı, musiqiçi olmaqla yanaşı, ifaçı olmaqla yanaşı, gözəl də müəllimdir, təşəbbüskar müəllimdir və onun yetirmələri və günləri indi burada sizin qarşınızda çıxış edəcəklər. Artıq onlar səhnədədirlər. Bu uşaqların demək olar ki, əksəriyyəti artıq Respublika müsabiqələri laureatıdırlar. Bir çox festivallarda, müsabiqələrdə baxışlarda yenə də mən deyirəm ki, mən sizin vaxtınızı almaq istəmirəm və səhnəyə dəvət edirəm Neymət müəllim. Xoş gəlmişsiniz sazın Neymətinə, Neymətin sazına, sazın işığına və bugün doğrudan da xoş bir təsadüfdür ki, bu sazın talihində, qismətindədir, bir neçə möhtəşəm tədbirlər üst-üstə düşür və şükürlər olsun ki, bugün biz sazımızı, sözümüzü elə sizi kimi sazı dəyərləndirən insanların qarşısında bir hesabat olaraq vermə gücünə sahib olduq. İlk öncə mən möhtərəm prezidentimiz İlham Əliyev cənablarına təşəkkür edirəm, mənə fəxri ad verməsi münasibəti ilə. Bu ad əslində Neymət Qasımlıya yox, saza verilən dəyərdir. Bu gəncliyə, bu cavanlara verilən qiymətdir və belə olan halda təbii ki, sazımıza dövlət tərəfindən dəstək varsa, biz bunu daha da möhtəşəm göstərməliyik, daha da yüksək, layiqli yerində təbliğ etməliyik. Və bildiyiniz kimi, 2009-cu ildə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyasına daxil oldu. UNESCO-nun və SESCO-nun xoşməramlı səfiri, millət vəkili Heydər Əliyev prezidenti Azərbaycanın birinci xanımı və buna mən cəsarət edib bir əlavə edirəm, aşıqların dəstəyi olan Mehriban xanımın bilavasitə xidməti sayəsində sazımız dünya səviyyəsində artıq öz yerini almaqla bərabər bir millət kimi bizim milli mənəvi dəyərlərimizin ən yuxarıda dayandığını sübut etdi. Çünki mən xarici ölkələrdə çox oluram. Tam səmimi deyirəm ki, Azərbaycanın sazı hansı ölkədə, hansı saraylarda səslənirsə, bu saza çox heyranlıqla qulaq asırlar, bu saza çox böyük diqqət getirirlər və lazımdır ki, sazı doğrudan da saz kimi biz təmsil edək. Və bu zərurətdən mən fikirləşdim ki, sazımızı, sözümüzü tək özüm ifa etmək bu məni qane etməz və yetirdiyim uşaqları səhnəyə çıxardım, onları xalqa təqdim edib və xalqa təqdim etməklə bərabər onlar üzərində böyük bir məsuliyyət hissi qoyum ki, siz sənətin davamçıları olmalısınız və qayda Eyratlı və s. Ora mən bir kəlmə söz artıram. Professor Neymət Qasımov. Mən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institutunda çalışıram. Mənim idarəmdə heç olmasa bir 50-yə yaxın elmlər doktoru, professor var. Elmlər doktorlarına ancaq o zaman professor adı verirlər ki, onların aşağıdakı şərtlərə cavab verməyə gücü çatsın, qüdrəti çatsın. Şərtlərdən biri,
bu adamın filan qədər gərək kitabı çap olunmuş olsun. İkinci şərt, bu adam gərək özünün məktəbini yaratmış olsun. Bu məktəbin davamçılarının sayı ən azı 5 nəfər olsun. Yəni, elmlər doktoru, azı 5 elmlər namizədi yaratmalı, yaşatmalı, inkişaf etdirməli, meydana çıxartmalıdır ki, ona daha o bir şərtlərdə bilən professor adı verilsin. Bugün mən burada təxmini bir belə saymağa çalışdım. Burada bu səhnədə 20-yə yaxın cavan, gənc, uşaq hətta istedadını gördüm. Siz də məndən şahid olsun. Amma onun özünün bir ifadəsindən eşitdim ki, yüzlərlə şagirdi var. Yüzlərlə şagirdi var. Yəni, o şagirdlərin bir qismi bu məktəbi artıq bitirib çıxıb gediblər. Həyatımızın ən müxtəlif sahələrində fəaliyyət göstərirlər. Birinci növbədə saz, söz adamlarıdırlar, sənət adamlarıdırlar. Belə olan surətdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası deyilən o idarənin bütün tələblərinə cavab verən Neymət Qasımov sənətşünaslıq elmləri doktoru və professorudur. Mən onu almışlayıram. Xüsusilə laf axırda ifa elədiyi Misri də şirmai sazında çox böyük incəliklə, ustalıqla səsləndirdiyi Misrisi də içində olmaq şərti ilə onun sənətinin özəllikləri, gözəllikləri sizin çoxunuza bəllidir. Mən Neymətə belə qulaq asanda yadıma bizim Azərbaycan incəsənətinin tarixindən bir epizod düşdü. Dahi Üzeyir Hacıbəyli 1910-cu ildə özünün Leyli Məcnun əsərinin ifaçılarından ibarət bir dəstə ilə Qarabağa, Şuşaya gedir, orada bir tamaşa verir. Tamaşaya bir az qalmış məlum olur ki, baş rolun ifaçısı, Məcnun rolunu ifa edən filan kəs yoxdur. Axıddılar, bir yerdə gəliblər. Məlum olur ki, bu ifaçını, Məcnun rolunda gözəl oxuyan bu ifaçını Qarabağlılar o qədər çox istəyirlər ki, tutub dağıtıb aparıblar məclisə, evə falan, yedirdiblər, biraz içirdiblər. Kişi öz halında deyilmiş ki, düzəməlli başlı gəlsin, səhnələrə çıxış eləsin. Üzeyir Hacıbəyov şaşır qalır ki, neynəsin, nə tərləsin? Elə məclisə baxır, daha doğrusu zala baxır, hamısını tanıyır da, Şuşalı. Köklü Şuşalıdır, Ağcabəddə doğulub, Şuşada böyümüş bir bəstəkardır. Yadına düşür, filan oğlu filan kəsdir. Bu filan kəsin nəvəsi filan. Onlar nəsillikcən oxuyan olmalısı. Onda yaxşı tanıdığı bir nəfəri işarə edir ki, gəl səhnənin arxasına. Gəlir, deyir, mən sana biraz buradan saqqaldan düzəldəcəm. Hazırlaş, Məcnun oxuyarsan indi. Eşidin, nədir Məcnun? Tarda çalınacaq muğamlar, Məcnun rolunun ifaçısı da o yerində qaldıracaq, oxuyacaq. Bu da Qarabağlıdır, Şuşalıdır. Bunlar hamısı elə anadan gəlmə oxuyandır. Necə ki, Neymət və Neymətin coğrafiyası anadan gəlmə aşıq olan kimi. Beləliklə də həmən adam gəlir, tez düzəldirlər bunu, burun düzəldirlər və s. Və bir müddət sonra elə çıxış eləməyə az qalmış, özünə gələn həmən artist, həmən ifaçı, mən onun adını çəkmək istəmirəm, gəlir ki, Üzeyir bəy, biraz genç olsa gəlmişəm daha, bağışla inanmam. Deyir, səni buraxıram səhnəyə. Amma unutma dinəm, bura Qarabağdır. Burada hansı daşı qaldırsan, onun altından bir Məcnun çıxar. Burada hansı qapını döysən, oradan bir Mələk Sima, Leyli oxuyanı çıxar. Ona görə də bizlə belə zarafat eləmək olmaz. Rəhmətli Üzeyir bəy sağ olsaydı, Neymət Qasımovun bugünkü tədbirini görsəydi, eşitsəydi, o, yəqin bu ifadəni bir qədər başqa cürə işlədər. Deyərdi ki, bu Azərbaycan torpağının, bu bizim Türk balalarımızın, evlərinin, eşiklərinin hansının qapısını döysən, oradan bu cür istedadlar çıxar, gözəl aşıqlar, yüksək səviyyəli ifaçılar, həm saz ifaçıları, həm qəlbi sözlə dolu ifaçılar çıxar və onların hərəsi bir məclisin yaraşığı olar. Beləliklə də
uzun danışmaq, xüsusən bu cür gözəl istedadların yanında çox qəbahətdir. Amma o iki uşaq ki, axırda çıxdılar. Neçə yaşı var Neymət müəllim olur? 7 yaşı keçiblər. Allah Allah. 7 yaşın olur. Sənin taytuşların müəllim əlinə verdiyi qələmi düzgün tutmağı başarmıyor hələ. Sən o incə barmaqlarınla bu gözəl ifanı eləyəsən. Allaha and olsun, mən yerimdə otura bilmirdim. Mən çox üzr istəyirəm, vaxtınızı aldım. Neymət müəllim, mən sizi bir daha təbrik edirəm. Bu uşaqların hamısına böyük səadət arzulayıram. Maşallah, hər biri bir fərddir, sənətkardırlar. Bugün 7 yaşı var, 10 yaşı var, 14 yaşı var. Sabah o 20-25 yaşlarında böyük sənətkar olacaq. Mən bir daha təbrik edirəm. Sağ olun, bağışlayın. Çox sağ olun Neymət müəllim. Mən burada uzun-uzadı danışmaq istəmirəm. Mən elə gəlir ki, bu uşaqlar burada elə bir gözəl mühit yaratdılar, elə bir gözəl ruh verirlər ki bu zala. Burada sözlər bəlkə yetərli ola bilməz və bir də biraz zarafat da olsa bunu deməliyəm. Qazaxlılar həmişə tədbir olanda sözü birinci akstapanlara verir, Gədəbəylilər də Tovuzlulara verir. Amma mən bir Azərbaycanlı olaraq, bir Azərbaycan qızı olaraq birincisi onu demək istəyirəm ki, mən çox böyük fəxr edirəm, bunu biləsiniz, çox böyük qürur hissi keçirdim. Və mən hesab edirəm ki, bugün təkcə bu uşaqların, bizim bu gənclərimizin hesabatı deyildi. Bugün həm də sizin hesabatınız idi. Və mən bu hesabatı bu cür alnı deyir, açıq, üzü ağ verə bildiyinizə görə mən sizə təbrik edirəm. Çünki bəzən böyük bizim sənətkarlarımız, böyük üstadlarımız ki, öz sənəti ilə hamımızı heyran edir. Nəinki bizi, dünyanın hər yerində insan evladını heyran qoyan böyük üstadlar olub. Bəzən təəssüflənmişik onların bəzilərinin davamçı yetişdirə bilməməyindən və yaxud yetişdirmək imkanı olmayıb və yaxud yetişdirmək həvəsi olmayıb. Həmişə demişik ki, bəlkə bu böyük üstadın çoxlu yetişdirdiği davamçıları olaydı və bu sənəti daha yüksək səviyyədə yayılmasına bu imkan yaradır. Mən sizə təşəkkür eləmək istəyirəm ki, siz belə bir məktəb yaradıbsınız. Çünki bu Azərbaycanda çox da ənənəvi deyil. Bu qədər böyük bir məktəb yaradıbsınız bu uşaqlara, bizim çox kiçik yaşlarından mənim çox yaxşı xatırlayıram, artıq neçə ildir bu uşaqları tədbirdə böyüyüblər deyə, tədbirlərdə elə görürəm, bir də görürəm, bayaq baxıram ki, o uşaqların bir neçəsi balaca uşaqlar idi, maşallah gənc insanlara çeviriliblər. Siz bunları belə yüksək səviyyədə yetişdiribsiniz, çünki sənətkar olmaqla yanaşı həm də bir gözəl bir müəllim kimi siz öz adınızı alıbsınız insanlarımızın içində, xalqımızın içərisində və mən elə gəlir ki, sizin bəlkə də ən böyük xalqımızın qarşısındakı xidmətiniz, mən birinci deyərdim, bəlkə də budur. Bəlkə mən 2 müəllim evladıyam, ona görə müəllimliyə daha çox üstünlük verdim. Amma mən hesab edirəm ki, sizin elə ən böyük xidmətiniz bundan ibarətdir. Özünüzün aşıq sənətinin inkişafında, aşıq sənətinin təbliğində, aşıq sənətinin daha da geniş yayılmasında xidmətlərinizdən danışmağa ehtiyac yoxdur. Çünki siz Azərbaycan hüdudlarını aşan bir sənətkarsınız və sazımızı, sözümüzü çox yüksək səviyyədə Azərbaycan hüdudlarından kənarda çox yüksək səviyyədə təmsil edirsiniz. Amma mənə elə gəlir ki, sizin müəllimlik kimi xalqımız qarşısındakı xidmətləriniz bəlkə də sənətkar kimi xidmətlərinizdən daha çoxdur. Çünki siz özünüz bir Neymət Qasımlı idiniz, bir belə deyək, aşıq Neymət idiniz, bir ustad Neymət idiniz, amma onlarla belə bir neymətləri bu xalqa qazandırırsınız, bu xalq üçün yetişdirirsiniz, bu sənətimiz üçün yetişdirirsiniz. Ona görə mən sizə təşəkkür edirəm. Və mən inanıram ki, bu uşaqlar görürəm ki, sizin zəhmətinizin belə deyək, verirlər əvəzini artıq. Bu günləri onların hamısı çox yüksək səviyyədə ifa edirlər, aşıq sənətini çox yüksək səviyyədə görülür ki, sahibi, ustadı olmaq həvəsindədir bir çoxları da. Ona görə mən inanıram ki, onlar müəllimlərinin bu zəhmətini
yerdə qoymayacaqlar və gələcəkdə də sazımızın, sözümüzün inkişafı istiqamətində ən azı sizi kimi bu işləri görəcəklər. Bir də bayaq bir söz dediniz ki, mən öz yerimi elminə verirəm. Bu sözü mən xahiş edəcəm deməyəsiniz. Çünki o yeri sizə heç kəs verir. Siz o yeri özünüz alırsınız. Siz o yeri almaq üçün çox böyük zəhmət çəkibsiniz, əziyyət çəkibsiniz və bu yeri sizə xalq verir. Bu yeri sizə xalq verir və bugün buradasınız. O uşaqlar da əziyyət çəkməlidir, daha çox çalışmalıdır, sizi qədər çalışmalıdır, vuruşmalıdır, belə deyək, gəlib xalqın könlündə o yeri almalıdır ki, xalq da onu sizin yerinizə qoysun. Çünki yeri vermirlər, yeri almaq üçün gərək onlar çox çalışarlar. Ona görə mən inanıram ki, onlar sizi kimi, müəllimlər kimi bu yeri almaq üçün, xalqın könlündəki o sevgini, məhəbbəti qazanmaq üçün, dövlətin o qiymətini qazanmaq üçün onlar da çalışacaq, ən azı müəllimlərinə çatacaqlar. Mən sizə çox təşəkkür edirəm. Burada gözəl sözlər deyilir. Bu günlərim sizin o zamanınızdakı kimi ki, gəncliyinizi xatırlatdınız, necə çətinliklər çəkibsiniz, artıq bugün o devir deyil. Bugün ölkəmizdə həm cənab prezidentin rəhbərliyi ilə, həm ölkəmizin birinci xanımı, UNESCO və İSESK-ın xoşməramlı səfiri, çox hörmətli Mehriban xanımın rəhbərliyi ilə aşıq sənətinin inkişafı, muğam sənətinin inkişafına çox böyük bir dəstək var ki, o dəstək 20 il əvvəl, 30 il əvvəl, 40 il əvvəl bu səviyyədə deyildi. Və bugün bizim kökümüz olan musiqimizin, sənətimizin inkişafına çox böyük dəstək göstərilir və bu uşaqlar da sizin və dövlətin bu dəstəyini hiss edərək gərək bu sənədi Azərbaycanın hüdudlarından kənarda ən yüksək səviyyədə belə deyək, təbliğ eləsinlər. Sazımızın səsi nəinki Fransada, Louvre sarayından, dünyanın bütün saraylarından gəlməlidir. Dünyanın bütün insanını heyran qoymalıdır və o missiyada bax bu gənclərin üzərinə düşür. Ona görə də mən həm məktəbə, məktəbin rəhbərliyinə, sizə bir müəllim kimi, bir ustad kimi təşəkkür edirəm. Çünki bugün aldığım zövqü açıq sizə deyə bilərəm. Çox rahatla mən biraz açıq danışıram. Heç böyük belə deyək, konsertlərdə belə almıram. Çünki burada bu qədər Azərbaycanın gələcəyi olan, Azərbaycanın aşıq sənətinin, saz söz sənətinin gələcəkdə inkişafı üçün, bax bu böyük ustadların ki, bu zalda oturub, sizin yerinizi dolduracaq, bu gəncliyin daha böyük enerji ilə gəldiyini görmək mənə çox böyük bir zövq verdi, çox böyük ləzzət verdi. Ona görə də təbrik edirəm, təşəkkür edirəm. Bu uşaqların səsini biz dünyanın böyük sallarından bundan sonra da gözləyirik. Təşəkkür edirəm, təbrik edirəm. Ünvanı deyirsiz, gözəl xanım çox gözəl oxuyur, icazənizlə. Mənim üçün önəmlidir. Saz severlərim, siz də xoşuna gəlib bilirəm. Buyurun, səni var sənə. Xahiş edirəm. UNESCO-nun Azərbaycandakı eksperti olmaqla bərabər elmi, işçi, musiqiçi, mütəxəssis, gözəl insan ən başlıcası isə özünün sözünü deməyi bacaran bir insandır. Buyurun, sənə. Gördüklərimizdən də Bilirsizmi, bəzi sənətkarlar var ki, müəllim kimi özünü dəstək edə bilməyib. Bəzi müəllimlər var ki, sənətkarlar kimi bir o qədər də şöhrət qazanmayıb və yaxud o şəhərdə bir o qədər də şöhrətə layiq olmayıb. Bəzi sənətkar və müəllimlər var ki, misal üçün müvəffəq olub ki, uşaqları həm öyrətməyə, həm həyata buraxmağa, lakin nəyi öyrədiblər ona? Mən Nimət müəllimdən bir onu demək istəyirəm ki, sizin gözünüzün qarşısında siz gördünüz. Hər halda mənim üçün bu çox aydın idi, lakin mən bunu çoxdan bilirdim. Nimət müəllimi artıq neçə ildir tanıyıram, mənə birinci o Fransadakı konsertdən, hətta ondan da əvvəl. Siz gördünüz ki, həm sənətkar kimi ki, özü gözəl sənətkardır Nimət müəllimi. Həm müəllimliyini göz qabağındadır, bariz şəkildə görə bildiniz ki, necə müəllimdir. Və mən istəyərdim sizin nəzərinizi bir məqama da çəkim. Siz görə bilərdiniz ki, nə dərəcədə gözəl
mədəniyyət, həm səhnə mədəniyyəti, həm davranış mədəniyyəti, həm böyük-kiçik mədəniyyəti uşaqlara aşılayır. Hətta bir an oldu ki, mən fikir verdim ki, siz fikir verin ki, uşaqlar necə gözəl belə səhnə mədəniyyəti ilə səhnəyə gəlirlər, nətər özünə aparırlar, nətər baş əyirlər. Bunlar hamısı çox vacibdir. Vaxt var idi ki, aşıq sənəti meydanlarda, evlərdə, indi isə səhnədədir bu. Səhnənin isə öz qanunları var, öz mədəniyyəti var və bu uşaqlara o mədəniyyəti Nemət müəllim öyrədə bilir. Biz hamımız ləzzətlə baxırıq ki, necə bu uşaqlar geyiminə, keçiminə, davranışına, duruşuna, bunlar hamısı vacibdir səhnədə və bu var. Hətta qışqırmırlar, ağzını açmırlar, kobud formada, bunlar hamısı o mədəniyyətdir ki, onu Nemət müəllim onlara öyrədə bilir. Bir anda mən fikir verdim ki, bir uşaq səhnəyə gəldi, elə Nemət müəllim danışa-danışa öyle ki, istəyirdi başlasın çalmağa. Nemət müəllim bir dənə ona baxan kimi tez yerini, hərəkətini bildi, dayandı. Bu çox böyük bir şeydir. Mən istəyirəm ki, siz belə şeylərə fikir verərsiniz, görərsiniz ki, nə dərəcədə hər tərəflidir bu. Bir anı da mən demək istəyirəm Nemət müəllimin özündən. Hər dəfə mən onu görəndə, hər dəfə yanından öpürəm, deyirəm ki, uşaqları çox sevirsən, özünü də istəyirəm biraz. Bir qədər özündən də mən özüm şahidi olmuşam ki, Nemət müəllim Fransada, o Louvre sarayında ifa eləyəndə publika ona əvvəlcə necə belə tam sükut idi zalda, necə onu dinləyirdilər və necə ona sonra əl çalırdılar. Yəni, bu dərəcədə mən özüm məntəl qalırdım ki, nətər ola bilər ki, məsəl üçün saz musiqisini onlar belə duysunlar, elə özü seçsinlər, yaxşı ilə pisi. Düzdür, pis yox idi orada, amma yaxşıların ən yaxşısı ki, Nemət müəllim idi, onu da onlar anladılar, başa düşdülər. Mən qüsur tapmıram Nemət müəllim. Yəni, bu uşaqlarda deyirsiniz ki, indi kiminsə ifasında qüsur var, o təbii bir şeydir, çünki onlar hələm öyrənirlər. Amma ümumiyyətlə, bugünkü konsertdə o səliqə ilə ki, bu konsert düzəldilir, o səliqə ilə ki, siz bu uşaqları hazırlayıb, bu böyük bir səliqə, handa bir xanəndənin, handa bir musiqiçinin ixtiyarında olmayan səhnəyə siz onları çıxarda bilmişsiniz bu formada və onlar da ona layiqdırlar. Mən ürəkdən sizi də təbrik edirəm. Natiq müəllimi də burada təbrik edirəm. Mən görürəm ki, necə qorula. Oturur ki, bu onun üzüdür, onun alnı açıqlığıdır. Mən ürəkdən sizi təbrik edirəm və mən uşaqlar sizə də təbrik edirəm. Hamınızdır. Sağ olun. Süleymanlıya söz verək, Mövlud Süleymanlı adı hamıya tanışdır. Buna görə də elə tutumlar var ki, adın qarşısından saymağa ehtiyac olunur. Çünki Mövlud Süleymanlı özünün gördüyü xeyrxah işinlə xalqın yaddaşında artıq öz zamanında, 70-ci illərin əvvəllərində qulaq verilişini yaratmaq lazımdır. Salam deyirəm, xoş bulduk. Gözəl akşamda, bu gözəl gənclərin geçəcək mi? Və mən səni almışlayıram, öpürəm səni, bağrıma basıram ki, sən uşaqları sən uşaqların nəcabəti ilə götürürsən, nəsillə götürürsən, bu kim ona görə də halallıq bilir burada. Buna başqa, burada ancaq vacib olan, gərəkli şeyləri demək düşür adama, başqa bir çarə yox. Çox üzr istəyirəm, mən biraz vaxtınızı çox aldım. Hər birini bağırma basıram. Biz bir dəfə görüşmüşdük. Çəkiliş oldu, o çəkiliş durur hələ, müəyyən səbəblər var. Orada mən dedim ki, sazı uşaqlara sakitsə dedim. Və mən çox mənə təsir elədi. Gəldim, gördüm ki, sən dayanıb hamının sazını köhlüyürsən dedim. Mən rejissora dedim ki,
Bizden oradan başlanan şey, başlangıç oldu. Ve bu uşaqlar deyəm, sazı düz tutun deyilər. O bizim qibləmiz kimi olacaq. Yapon balaca bir cizgisini elə təntəni ilə təqdim edir ki, adımaz qalır, dizə sözün baş əyilsin. Təşəkkür edirəm, sağ olun, çox uzun danışdım. Sizə ağırlar sanırım. Əslində, geniş danışmağa dəyər. Buna görə dəyər ki, söhbət sazdan gedir, söhbət millətimizin sənətindən gedir. Mən bir daha qeyd etmək istəyirəm ki, sazımızı dünya xalqları içərisində layiqincə biz təbliğ edə bilsək, inanın ki, bütün dünya bizim sazın qarşısında necə ki, baş əyir, elə də baş əyəcək. Çünki saz birbaş Tanrıya bağlı olduğu üçün saz daş ürəkləri belə parçalamağı bacarır. Ona görə də saza təbii ki, ilk öncə təbii qulaq açmaq lazımdır və ustadların ibrasında qulaq açmaq lazımdır. İndi isə deyirəm, növbəti bir xalq şairimizə söz verək, İlyas Tapdığa. Çıxsın İlyas müəllim də öz fikrini bildirsin. Çünki bu uşaqlar artıq gələcəkdə böyük səhnələrdə fikir edir. Və onlar dərk eləməli ki, kimlər bunlar haqqında fikir deyir və kimlərin qarşısında onlar çıxış edir. Buyurun İlyas müəllim. Çox sağ olun. Yəni, nə qədər yaxşı söz deyilsəm, Vəkil müəllimə çatmayacam və Mövlud müəllimə çatmayacam. Çünki sözlər deyildi hamısı. Qəmbər müəllimə. Ancaq bu saz bu gün mənim fikrimdə olan, ürəyimdə çoxdan xatirəsi olan bütün xatirələri tərpətdi. Bütün o aşıqları, bu gördüyüm aşıqlar ki vardı. Dədə Şəmşiri, Niyazlı Muradı, rəhmətli Mirzə Bayramoğlu, Mirzə 54-lər əlində yetmişdi, 2 il mən onu görmüşəm, qulaq asmışam. Bax, bizim gözəl axsaqqalımız, gözəl dostumuz Aşıq Svenliyə. Aşıq Svenliyənin ilk yazısını mən yazdırmışam. Yanında bir erməni yazırdı. İlahi, nə qədər həyəcan keçirirdi. İndi bu uşaqlar balaca heç həyəcan keçirmirlər. Çünki onlar, yəni, balaca vaxtdan səhnəyə çıxmaq yoxdur. Elə çayxanadan, buraya okulunda zad oxuyub gəlmişdilər. O mikrofon qabağına gələndə böyük çətinlik çəkirdilər. İndi mən fikirləşirəm, deyirəm, İlahi, maşallah, uşaqlar belə, yəni tərbiyədən çox şey asıldı. Tərbiyə məsələni həll edir. Burada o havalar çalındı ki, o havalar səsləndi ki, o havalar təməl havalardır. O havalar yaşayan havalardır. Və onu gərək elə yaşadasan ki, pozulmasın, forması dəyişməsin, onun üstünəndən jargon falan dondurmaq lazım deyil. Bax, indi toylara gedirik, məclislərdə oluruq. Şirvan xətti bir neçə hava var. Hər toyda oxur. Qeyri-mümkün olur. Rəhmətli Şakiri, rəhmətli Pənahı, sonra Aşır Əhmədin. Yəni o havalar ki, o mütləq sevinçdə iştirak edənlər. Elə havalar var ki, orada qəm yaşayır. Elə havalar orada həsrət yaşayır, qürbət yaşayır. Yəni bu havaları gərək öz yatağından çıxarmayasan, dəyişməsən, bu günlərlə formalaşır. Rəhmətli Osman Sərdərli yazırdı. Onda kərəmi var, onda cəngi var. Əslində bir əslin öz ahəngi var. Gərək o ahəngi saxlayasan. Bunu buradan bir körəm. Ancaq burada mən bu havanı gördüm ki, burada çox sakitliklə, çox gözəl dedi. Mövlud müəllim, yəni paphos hissələrdir, paphos yalandır, hakim. Biz bəzi qəhrəmanlarımız var, görsən tribunlara çıxanda az qalır ki, dünyanı dağılsın. Ancaq sakit, təmkinli danışılır. Bax, Türkləri görürük, Gülbalqada olmuşuq, dünyanın çox yerində olmuş. Bu adam müdürükdür ki, o sakit danışır. Öz fikirlərini olduğu kimi deyir. Və Qəmbər müəllimdir qulağından çəkmək, nə gözəl ifadədir. Yəni, mən böyük uşaq verilişində bir çıxışım olur. Uşaqlar mənə belə söyləyir ki, ay İlyas müəllim, sizi dərsi bilməyəndə küncə qoyublarmı? Deyirəm, o vaxt künc yoxdur, müharibədir, mən oxuyanım. Sonra dedi ki, dəcəlli yerlərindən o benim nənəm yanımda həmişə yuxayardı, o oxularıyla başıma bir dənə vurardı, yolu biz mütayardım. Bax, belədir, indi bu sənət də belədir, gərək sənəti düz istiqamət verəsən, düz örgədəsən. Bax, bu uşaqlarda mən onu gördüm. Və Neymət, çox gözəl Vəkil müəllim deyir, o söz ki, profesör hələ adama deyilmir.
böyük ədalətimiz var, böyük Allah rəhmət eləsin bizim Əmrah Gülməmmədov. İndi bunu yaddan çıxarmırlar. Şəmşir yaddan çıxarmır. Şəmşir 70 yaşında cavan oğlan kimi oxuyurdu. Səsi eləsə, bülbül səsi kimi tərtəmiz səsi vardı. Biz bunu yaşatmalıyıq. İndi xoşbəxtlik buradadır ki, biz Təbrizi də qəbul edəcəyik. Təbriz də bizi qəbul edir. Dünya da bizi qəbul edir. Qaradağ mahalından gələn o aşıqlar, Göyçə mahalının ənənəsi, Ələsgər ənənəsi, alı ənənəsi yaşayır. Yəni, yeni gəldiysə çox yaxşı bir fikir oldu ki, bu havaların tarixi, onun yaranma məqamları, onlar da gərək unudulmasın. Bunlarla başlar hamısı bilir, çoxu bilir. Yəni, doğrudan da, dərya kimi Allah'ın heç yalıdan çıxmır, Aşıq Hüseyin Sarası. Bizim bir Dəmir Həsəboğlu vardı, bize qonaq gəlmişdi, bir də gördüm ki, qapı döyüldü. Hüseyin Sarası, Şəmşir Dağda bizdə olub, dəfələrlə bax, Qəmdir Mədin bilir. Demək, o qədər təvəzzülkarlıqla falan, bu Dəmirə mənim böyüdə bir qırılsazım vardı, yaxşı rəhmət gətirmişdim mən. Bunu köhləndə bir hava çaldı bu Dəmir. Dedim ki, cavan oğlandır, buna köməklə istiqamət verir. Çaldı, dedi ki, nə danışırsa, mən onu yanında satçalarım. Nə qədər təvəzzülkar bir insan. Sarasını bilirsiniz ki, onun bəhmənisini, onun mansırısı, adını çəkib, havalaşdılar, onlarla tufan eləyirdi. Elə bir ki, dünyanın köhnə dəftlərini üzə çıxarırdı, göstərdi, bizə ki, babalar bunu çəkir. Mansırın başına bu iş gəlir, onun başına bu iş gəlir. Yəni, söhbətində qılanda, yəni, bu öyrətmək, profesör olmaq, bu böyük şeydir, sənətdə profesör. Ən böyük qiyməti odur, Vəkil müəllim. Vəkil müəllim bu günlərdə televiziyada mənim çıxışını gördüm. Akademiklərin yığıncağında, rəhbərimiz oradaydı, İlham Əliyev. O qədər gözəl bir çıxış elədi, fikirləşdim, deyil ilahi, görəsə bu qəzetlərdə çıxacağım, hələ tapa bilməmişəm. Bunu çap eləyim də, hə çıxsın. Bu nə qədər müdürlük adamdır, nə qədər müdürlük danışdı. Axı, o Şirvan zonasının adamları bəzən sazın o tərəfini bilmir. Onu Vəkil müəllim görürsən, o tərəfində bilir, bu tərəfində. Hətta onun kənarda şöhrətində örgənir bilir. Bax, belə olmaq lazımdır. Mən sana can sağlığı arzulayacağım. Sən, İkinci dəfələrlə çıxışına qılarasaq, ondan sonra sağollaşaq. Böyük üstadımız Aşıq İskəndər, Hüsnü Səhniyə xahiş edirəm gördükləri barədə. Çünki bu əziyyətləri o da çəkir. Və mən çox kiçik yaşlarında, uşaq boyda olanda, onun ansamblında gedə verən yazı Aşığın sazı. Elə bir bayramda çıxış etmişəm. Hardasa 30 saniyə qədər məni getirdə göstərdilər. O zaman sevincimin həddi yox idi, yerə göyə sığmırdım. Və o sevincli ki, məni gətirdi bugün bu uşaqların sevincini mən başa düşürəm və ona görə də çalışıram ki, o uşaqlar neçə ki mən varam, neçə ki o gücü mənə tarih verir, Allah'ın verir, mən onlara kömək olacağım, dəstək olacağım, necə ki mənə dəstək olanlar. Buyurun, ustad. Ustad, siz tənqidi fikirlərlə tarif edirəm. Mən qısa deyəcəm, yox. Burada hamının sevinci var, tənqidə yer yoxdur. Sevinç var. Ancaq burada bir məsələ var ki, sizin bu hərəkətiniz mənə göstərdi. O vaxtı mən də belə bir uşaq olmuşam. Bax, belə balaca uşaq bizim kəndə Aşıq gəlmişdi. Aşıq gələndə o kəndə elə bir toy olurdu, hamı yığılırdı. Ama bizi koymurdular, barnadan, kapıdan baxırdı. Eşiklər uşaqlar yığılır da, qavnalar qatdım, arayı qatdım, Aşığın məclisini dağıtdım, yəni mən niyə qoymuşsunuz buraya? O yadı mənə, bu bir. İkinci də, mən çox şadam ki, bağman özü bağ becərəndə onun meyvəsini dərində ləzzət edir. Siz Gədəbəy suyuyla böyüyürsünüz. Gədəbəy aşıqlarının bərəsindən inkişaf edib gəlib bu dərəcəyə çatır. Mən karotku deyəcəm, mən dediyim odur ki, halal olsun səni doğan arvada, öpürəm anamı da səni. Startıq budur, bir günlər ki, doğuşam.
Bu gün isə burada hamısına deyirəm ki, sizləri xoş görmüşəm. Hamınıza öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Çünki mən 3 ildən biraz dahadır o torpaqda yaşamışam, o cəmaatın çörəyini yemişəm, suyunu içmişəm və Nemətə də minnətdarlığımı bildirirəm ki, belə zəhmətlə, belə hünərlə, belə cəsarətlə bu uşaqları yetişdirib, bu balaların hamısını bağırma basıram, hamısına gələcəkdə gözəl sənət sahibi, istedad var uşaqlarda, hamısında istedadlar var, istedadlı uşaqlar var daha doğrusu, hamısı istedadlı uşaqlardır. Amma o səhnəyə çıxmaq, səhnədə saç çalmaq, söz demək, belə hasat şey deyil. O gərək hazırlaşsın, öyrənsin, qarşısındakına söz deyənlər, bəzi adamlar surub qalır, heç bilmir ki, nədir. Amma maşallah o balacalara o qədər xoşum gəldi ki, məsələn, bu balaca var, heç balaca gidir. Sənətkara İsməndər dedim ki, ay qardaş, bəşək, bunun sazı, har kimizə görə sazı, bunun əli yoğundur. Bunun əli gəlmir, də görürəm ki, əli gəlmir. Yolla səhərdir, amma maşallah çox gözəl gələcəklərim var bu uşaqlarım. Hamısına sağ ol deyirəm, hamısına minnətdarım bildirirəm, hamısını gələcəkdə Azərbaycan xalqının sənətini, dədələrimizin sevə-sevə yaratdığı, bizim üçün qoyub getdiyi o sənəti yaşatmalarını arz edirəm. Arz edirəm ki, hərəsi gözəl bir sənətkar olsun. Hərəsi gözəl bir elin, obanın axsaqqalı kimi, gözəl sənətkar kimi eləməyə bacarsın. Allah onların canını sağ eləsin, həmişə işlər oband olsun. Onlara təhsildə, işdə, ailədə sağlıq, ümranlıq, xoşbəxtlik arz edirəm və Nemət sana da bir daha minnətdarlığımı bildirirəm və arzu edirəm ki, belə balaların yetişməsində bu gündən sonra da zəhməti əsirgəməyəsə çox sağ ol və tüm kəndi zəhmətlər sana halal olsun. Deyirsən, anam buradadır, ona da tüm buradaki iştirakçıların adından, balaların adından, özüm Rafşakkal kimi öz adından minnətdarlığımı bildirirəm. Sağ olsun ki, sənin lazım olanda bəlkə də kulağına tutub deyə və ağlıq olsun, belədir. Mən indi başa düşdüm ki, niyə bu daşların hansı gəzəklərlə dedik. Ana oradadır, bəli, ana haradadırsa da oradan da evlat, oradan olmalıdır. Razılaşırsınız? Salamlayıram. Qəmbər müəllimin fikri məni başqa səmtdən başlamama sövq elədi. Bir dəfə Yeni Azərbaycan qəzetində müsahibə verirdim. Şərif Ağayar mənə qəfildən sənətdən danışdığımız yerdə birdən-birə sual verdi ki, bəs bir düşmən qızı, sənin kimi yazan bir düşmən qızına düşmən kəsilərsənmi? Mən tez cavab verdim ki, gözlənilməz sualı birdən-birə fikirləşdim, nə cavab verim və tez də cavab verdim ki, əgər mənim kimi düşünürsə, yox. Yəni, ona düşmən kəsilməzdir. İndi Qəmbər müəllim dedi ki, buradakılar Gədəbəyli, mən valla çoxlarına zəng elədim Qəmbər müəllim. Ancaq İlyas Tapdırla Musa Ələkbərlidən başqa heç bir Gədəbəyli deyildi. Yəni, mən düşüncə dostlarımı, saz sevər, söz sevər dostlarımı burada dəvət elədim. Dostoyevskinin bir fikri var, onu nəzərinizə çatdırmaq istəyirəm. Deyir, yaltaqlıqdan asan, səmimilikdən çətin şey yoxdur. Yəni, o çətin şeyi, səmimi olmağı bizə ailəmizdə öyrədiblər. Yəni, biz gördüyümüz hər hansı bir adama həmin dəqiqədə 1000 ilin dostu kimi yanaşmağı bacarırıq. Bilmirəm, xoşbəxtlikdir, yoxsa bədbəxtlikdir.
Yəni biz heç vaxt yerli, qohum filan, bəlkə də burada heç bizim qohumumuz yoxdur. Siz bizə o qədər doğmasınız, siz bizə o qədər yaxınsınız ki, bizim ailəmizin, nəslimizin adından hamısına təşəkkür edirəm. O ki qaldı qardaşım Nemətə. Gördünüz da ustadlar hamısı özünün hansısa bir sirri var ki onu şagirdə çatdırmır. Yəni zaman zaman bu tarixə belə olur. Amma Nemət elə bir ustaddır ki, Nemət son damlasına qədər sənətdə nə bilirsə hamısını öz şagirdlərinə çatdırır və bununla qürur duyur. Və mən çox şadam ki, Nemət bu xasiyyətdədir. Yəni, o insanın, hər bir insanın doğulanda özündə, içərisində nur olur. Bu ziya sözü də ondan götürülür. Yəni, bu ziyalı öz öyrəndiyini öz ətrafına, öz şagirdlərinə çatdırır. Yəni, Nemətin nuru, parlaqlığı, yəni bu uşaqlara ötürülür. Mən bundan fəxr edirəm və bir də arzu edirəm ki, bizim hamımızın iştirakıyla Nemət silkələnsin. Daha bəsdir. Ailə qursun, mən bunu arzulayıram və hamımızın ən böyük arzusudur. Mən arzum da ona çatır, sənətdə. Amma arzu eləyərdim ki, öz övladı da olsun. Düzdür, bu uşaqlar hamısı onun mənəvi övladlarıdır. Mən arzu edirəm ki, onun Allah qoysa növbəti konsertində həyat yoldaşını da burada görək. Nəslimizin, şəcərəmizin, rayonumuzun, necə deyim, bu millətimizin adından saz sevərləri, saza sözə qiymət verənləri və sazı sabaha ötürənlərin hamısına təşəkkürümü bildirirəm. Çox sağ olun ki, siz bugün bizləsiniz. Nemət, sən də çox sağ ol ki, bizə bu gecəni bəxş elədin. Sağ olun. Bugün bu möhtəşəm sarayda Beynəlxalq Muğam Mərkəzində bu uşaqların çıxış etməsi üçün bizə dəstək olan Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər Mədəniyyət İdarəsinə öz minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm ki, bu gəncliyə dəstək oldunuz və elə sizlərin qarşısında söz verirəm ki, növbəti gələn ildə biraz başqa formada sizlərə yeni bir konsert təqdim edəcəm.